İran rejimi etirazçıların yeganə ümid mənbəyi olan Elon Musk'ın fake interneti Starlink'i hədəf alıb. İddialara görə Tehran rəhbərliyi Rusiyadan aldığı hərbi siqnal kəsicilərdən istifadə edərək Starlink bağlantısını dayandırıb. ABŞ isə bu blokadanı yarmaq üçün hərəkətə keçib. Məlumata əsasən Trump və Elon Musk məsələ ilə bağlı addımlar atmağa başlayıb. Tehran rəhbərliyi məhv etmə düyməsinə bastı. İran səmasında artıq təkcə təyyarələr deyil, siqnal müharibələri də gedir. Etirazçıların dünyaya açılan qapısı olan Starlink tarixində ilk dəfə bu miqyasda bir maneə ilə üz-üzə qalıb. İranda internetin kəsilməsi artıq hərbi mərhələyə keçib. Hesabatlara görə İran ordusu Rusiyadan tədarük edildiyi iddia olunan inkişaf etmiş siqnal kəsiciləri işə salıb. Bu addım etirazçıların B planı sayılan Starlink bağlantısını birbaşa hədəfə alır. Hücumun təsiri nəticəsində ölkə üzrə Starlink üzərindən məlumat axınının 80%-dən çoxu cəmi bir neçə saat ərzində dayandırılıb. Bəs bunu necə edirlər? Mütəxəssislərə görə əsas üsul GPS siqnallarının pozulmasıdır. Starlink terminalları peyklərlə əlaqə qurmaq və onları izləmək üçün GPS-dən istifadə edir. Qeyd olunur ki, İran ötən il İsraillə yaşanan qarşıdurmadan bəri GPS siqnallarını artıq qarışdırırdı. İndi isə Rusiya texnologiyası ilə təchiz olunduğu bildirilən xüsusi yük maşınları vasitəsilə radio səs-küyü yayaraq peyk siqnallarının bastırıldığı və bunun nəticəsində bağlantının kəsildiyi vurğulanır. İran polisi ölkə üzrə artıq Starlink istifadəçilərini izləyib saxlayır. Xüsusilə Tehranın qərb bölgələrində yaşayış evlərinə reydlər keçirilir, gizli peyk antenləri müsadirə olunur. Bu addımların əsas məqsədi etirazlara dair görüntülərin və məlumatların dünya ictimaiyyətinə ötürülməsinin qarşısını almaqdır. Lakin bu informasiya blokadasının İran üçün bədəli olduqca ağırdır. Məlumatlara görə internetin kəsildiyi hər saat İran iqtisadiyyatı təxminən 1,5 milyon dollar zərərə uğrayır. İndiyədək ümumi itkilərin 140 milyon dolları keçdiyi bildirilir. ABŞ prezidenti Donald Trump da prosesə qoşulub. Trump, SpaceX-in rəhbəri Elon Musk'dan qadağaları aşmaq üçün addımlar atmağı istəyib. Bunun ardından Elon Musk mühəndislərinə təcili həll tapılması barədə göstəriş verib və İran xalqına Starlink xidmətinin pulsuz təqdim olunmasını qəbul edib.